biz hər dəfə deyirik, bir dərəcədə deyil, namaz qılmır. Bir cür namaz qılmamaq olur. Belə şey yoxdur. Namaz qılmamaq olur iki cür. Düzdür? Bu iki cür olduğuna görə sən dayanmalısan, baxmalısan. Çünki ikisindən birinin hökmü var. Yəni, hər ikisinin özünə görə hökmü var. Məsələn, insan namaz qılmır. Ona görə qılmır ki, ümumiyyətlə bu əmri təsdiq etmir. Namazın vacibliyini iqrar etmir. Boyun əymir. Boyun əymir nə deməkdir? Yəni, namaz mənə də vacibdir, mənim də üzərimdədir, mən də bu əmirlə mükəlləf olmuşam demir. Bu inkar edir namazın vacibliyini. Düzdür? Bunun nədir hökmü? Bunun öz hökmü var. Bunun hökmü odur ki, bütün müsəlmanların ittifaqına görə istisnasız, ixtilaf yoxdur, icmadır ki, bu cür namaz qılmayan kafirdir. O cənnətə düşə bilməz. İndi burada sual çıxır. Niyə cənnətə düşə bilməz? Niyə kafirdir? O, Allahın əmrinə boyun əyməyib. Təkzib edir. Hansı əmri? Və aqimus salə. Namaz qılın. Əmri. Qur'anda namaz əmri var, düzdür? Namaz qılmır. Buna görə qılmır. İqrar etmir vacibliyini. Bu müsəlman ola bilməz. Çünki Quran ayəsini təkzib edir. Quran ayəsini təkzib edir. Və orada namaz görə, Quran ayəsini təkzib etdiyinə görə, iqrar etmədiyinə görə, özünü ondan yan keçirtdiyinə görə o müsəlman sayıla bilmir. Sənin müsəlman olmağın üçün nə lazımdır sənə? Quranda olan bütün əmirlərə özünü daxil edəsən. Mənə də aiddir deyəsən. Mən mükəlləf olmuşam buna. Mənim üzərimdədir, icra etməliyəm. Etməmək başqa şeydir. Etiqad edib özü ora salmaq ayrı şeydir. Fərqləndirmək lazımdır. Var əməlin özü icra. Əməlin özü olunmaya bilər. Amma mükəlləfsənmi ondan? Bu adlanır nə? Boyun əymək. Bu adlanır ilzəm. İlzəm yəni özünü lazım edirsən ora. Özünü salırsan ora o əmrə. Mənə də aid. Adam orada mənə aid deyil. Bu artıq Qur'anı təkzib edir. Qur'anı ona görə nazil olduğuna inanmır. Çıxardır özünü. Halbuki Allah Subhanahu və Teala bütün insanlara xitab edib.